Davam edək Avstraliya relifi. Avstraliya deməli Cənub və Şərq yarımkürəsində yerləşir. Bu iki yarımkürədə yerləşən iki materikdən biri olacaqdır. Digəri yadınızdadsa demişik Şimali Amerika idi. Bunu nə Qrinviç, nə Ekvator, nə də ki 180 dərəcəlik meridian kəsməliyinə görə yalnız şimal və qərb yarımkürəsində yerləşir. Avstraliyada da onun kimidir. Burada baxırıq ki, heç bir xətt bunu kəsmədiyi üçün biz bunu deyirik ki, Cənub və Şərq yarımkürəsində yerləşir. Bu ikisi yalnız iki yarımkürədə yerləşənlər sayılacaqdır. Afrikada dedik ki, yalnız 4 yarımkürədə yerləşən yeganə materik hesab olunacaqdır. Burada demək ucqar nöqtələrinə gəlin baxaq. Bunu deyirik ki, Cənub şimal ucqar nöqtəsi Cape York burnu olacaqdır. Burada Cape York yarımadasında yerləşir. Burnun adı York burnu olacaqdır. Cənub ucqar nöqtəsinin adı Cənub-Şərq burnudur. Ucqar şərq nöqtəsinin adı olacaqdır Byron burnu, ucqar qərb nöqtəsinin adı isə Steep Point burnu hesab olunur. Avstraliya materiki bilir ki, bir ölkə və bir materikdən ibarətdir deyə burada artıq ölkə adı əzbərləməyəcəksiniz. Çünki hamısı 4 burnun 4-ü də hamısı Avstraliyada yerləşir. Yəni bir ölkənin ərazisinə düşmüş olacaqdır. Və Avstraliya bütövlükdə platformada yerləşəcəkdir. Burada heç bir geosignal yoxdur və burada heç bir nə zəlzələyə rast gələ bilmərik, heç bir halda da burada vulkanlara da rast gələ bilmərik. Yəni fəaliyyətdə olan vulkanlar burada yoxdur. Çünki litosfer tavalarının testlərdə qarşınıza çıxacaqdır. Nə üçün deyir ki, Avstraliya platformada yerləşir və yaxud ki, nə üçün burada zəlzələ vulkanlara rast gəlinmir? Səbəb odur ki, litosfer tavalarının sərhədindən kənarda yerləşir. Yəni litosfer tavasının sərhədi buradan keçir, digər sərhədi bu hissədən keçir və bu sərhədlərdən qıraqda qaldığına görə biz bilirik ki, platforma nə idi? Litosfer tavalarının mərkəzi hissəsi platforma adlanırdı və bu litosfer tavasının sərhədindən kənarda qalır. Deməli, Avstraliya nə sayılacaqdır? Dünyanın ən böyük platformalarından, ən qədim platformalardan biri hesab olunacaq. Və buradan qədim platformada deyə, burada heç bir cavan dağ yoxdur deyə, məntiqlə də buranın hündürlüyü necə olacaqdır? Bilirdik ki, az olacaq. Yəni, burada elə bir hündür dağa rast gəlməyəcək. Ən hündür zirvəsi də bilirik ki, burada hansıdır? Kasyuşka idi. Bəli, 2228 metrlə. Bu hansı dağda yerləşəcək? Böyük Suarcı dağlarında yerləşir. Böyük Suarcı dağların ən cənub tərəflərində yerləşəcəkdir bu hissədə. Kasyuşka dağı 2228 metr olacaq. Yəni, buranın hündürlüyü çox azdır. Bu 228 bir dağ üçün elə bir böyük hündürlüyə malik deyil. Bir də böyük Suarcı dağlarının nə vaxt əmələ gəlmişdir, onu qeyd edək. Bu Hertzində bilirdik ki, əmələ gəlibdir, Paleozoy erasında əmələ gəlibdir və burada silsilələr olacaqdır. Alp silsiləsi olacaqdır. Buradakı Alplə qarışdırmayacaq. Yəni, buradakının adı Avstraliya Alpları adlanacaqdır. Buradakı bilirdik ki, Alp dağları Avropada vardır. Burada da yenə Avstraliya Alplarının adını qeyd edəcək. Demək, dağlar deyir ki, heç bir seismiklik yoxdur və nəticədə də hündürlüyü get-gedə azala gedir və nə ilə əvəz olunurdu? Platformaya, yəni düzənliklə əvəz olundu. Yəni, bunlar geosignalın 4-cü mərhələsində olacaqdır. Burada heç bir zəlzələ falan olmur, dağ əmələ gəlmə prosesi yoxdur və bu platformanın geosignalın 4-cü mərhələsi sayılacaqdır. Burada deməli, denudasiya çox olduğuna görə kristallik bünövrə yer səthinə çıxacaqdır. Biz keçmişik platforma iki hissədən ibarət idi. Platforma örtüyü, bir də ki, kristallik bünövrə. Kristallik bünövrə ən altdadır. Platforma olan yerlərdə denudasiya çox olur, aşınma çox olur deyə bunun örtü hissəsi, belə desək, dağılmış olur, aşınır və kristallik bünövrə yer səthinə çıxır. Bu da nəyə səbəb olur? Qalxanlar üçün həmin o qalxan və ya sipərlərin yaranmasına səbəb olur. Bu da filiz faydalı qazıntıların asanlıqla çıxarılmasına səbəb olacaq. Bir demişik ki, filiz faydalı qazıntıları çıxartmaq üçün ola bilər ki, tunellər qazılar, yəni yerin altında daha dərin hissələrdə tunellər qazaraq faydalı qazıntılar çıxarıla bilər. Amma burada artıq ona ehtiyac qalmır. Açıq üsul deyəcək. Açıq üsulla, yəni sadəcə quyu qazılan kimi o formada açıq üsulla filiz faydalı qazıntılar çıxarılır. Bu da nəyə səbəb olur? Yəni qazıntı işlərinin xərcini azaldır deyə filiz faydalı qazıntıların maya dəyəri ucuz olur və sən də artıq bazar dəyərindən daha aşağı qiymətə dəmir filizi çıxarda bilirsən. Yəni bunlar əlbəttə ki, ölkə iqtisadiyyatına da səbəb olur. Yəni ucuz qiymətə belə desək yerin altından dəmir filizi çıxarda bilirlər. Amma digər ölkələr bunu edə bilmir. Baxırıq ki, Avstraliyanın qərb hissəsində dəmir filizidir, qızıldır, nikeldir. Bu faydalı qazıntılar daha çox olacaqdır. Yəni daha çox kristallik bünövrədən nə çıxarılırdı? Filiz faydalı qazıntılar olurdu və burada da görürük ki, dəmir filizi, qızıldır, nikel kimi filiz faydalı qazıntılar çox olacaqdır. Səbəbi nə oldu? Kristallik bünövrə yer səthindən çox çıxdığı üçün.
Ümumiyyətlə Avstraliya faydalı qazıntı baxımından deyirik ki, burada yoxdur anlayışı olmayacaqdır. Yəni yoxdur sözü yoxdur. Bu da demək olar ki, hər bir faydalı qazıntı olacaqdır. Yəni həm filiz, qeyri-filiz, yəni qızıl olsun, dəmir olsun, yəni daş, kömür, eyni zamanda neft qazı az miqdarda da olsa bu Avstraliyadan çıxarılacaq. Yəni bütün faydalı qazıntılarla zəngin olan materik sayılır Avstraliya materiki. Sonra nə qaldı? Kristal minerallar dedik. Ümumiyyətlə Avstraliyanı biz böləcəyik, bunu da 3 hissəyə böləcəyik. 3 yerə bölürük, qərbi, mərkəzi, bir də ki, şərqi Avstraliya olmaqla 3 hissəyə böləcək. Bunun qərb tərəfində yerləşəcək əsas yayla qərbi Avstraliya yaylasıdır. Buradan dedik ki, daha çox filiz faydalı qazıntılar çıxarılacaqdır. Mərkəzi hissəsində burada səhralar olacaqdır. Əsasən eyni zamanda da burada platolar var. Bunlar hansılardır? Hamersli, Makdonel platoları, eyni zamanda qədim dağlar da deyə bilərik bunları. Və ən əsası burada səhralar var. Böyük Viktoriya səhrası, Böyük Qumlu səhrası olacaqdır. Və buranın da əsas relief formalarından biri Uluru olacaqdır. Uluru nədir? Məsələn, keçmişi Cənubi Amerikada Altiplano vardı, Tepuy vardı, Kəlləqənd vardı. Bunlar Cənubi Amerikaya çox xas olan relief formaları idi. İndi isə Avstraliya çox xas olan relief forması deyəcək. O da Uluru adlanacaqdır. Uluru nədir? Səthi qırmızı, bu formada gördüyünüz kimi qırmızı qumlarla örtülü olan kəskin parçalanmış relief olacaqdır. Burada fiziki aşımaya daha çox rast gələcək. Yəni olduqca isti olur, quraqlıq olur. Bəzən nadir hallarda bura yağışlar yağır və bunun da üzərini şırımlar açmış olur ki, bu da deyilir kəskin parçalanmış relief vahidi olacaqdır. Uluru Azərbaycanda nə ilə müqayisə olunur? Azərbaycanda yerləşən Qobustan qayaları ilə müqayisə olunacaqdır. Yəni bir-birinə çox bənzəyir. Bu da eni uzunu təqribən bir-birinə bərabər olan bir relief formasıdır. Bu da hətta dərsliklərdə yazılırdı. Bu Avstraliyada yerləşən qəbilələrə xas idi. Yəni Avstraliyanın yerli əhaliləri var ki, orada aborgenlər adlanırlar. Həmin o aborgenlərə xas idi. Onların ərazisindədir və digər Avstraliyalıların, yəni xaricdən gəlmiş o yad elləri icazə vermirlər bu Ulurun ərazisinə daxil olmağa. Sonradan dövlət elə ki, o yerli əhalidən, aborgenlərdən 99 illik bunu icarəyə götürmüşdür ki, həm digər turistlər üçün açıq olsun, digər turistlər də gəlib bunu görə bilsinlər. Belə. Sonra Ulurun da digər adı nədir? Ayers Rock adlanacaqdır. Buradan bir də şərq hissəsində isə əsasən ovalıq olacaqdır. Eyni zamanda da böyük artezian hövzəsi olacaqdır. Yəni bu artezian hövzəsində də yeraltı suları idi, artezian suları. Yerin alt hissəsində burada böyük artezian hövzəsində dünyanın ən böyük yeraltı suları olacaq. Ümumiyyətlə Avstraliya ən quraq materik sayılacaqdır və burada çaylar çox azdır. Yəni çaylar keçində burada əsas deyəcək Darling və Murray çaylarını qeyd edəcək. Buranın əsas şirin su mənbəyi nə sayılacaq? Yeraltı sulardır. Artezian hövzəsi də buranın ən əsas, ən nəhəng şirin su mənbəyi sayılacaqdır. Bunun yerləşdiyi ovalıq nə sayılacaqdır? Mərkəzi ovalıq adlanır. Biz bayaqlarım dedik ki, buna diqqət yetirək. Bayaqlarım dedik ki, Avstraliya 3 hissəyə bölündü. Qərbi Avstraliya, Mərkəzi Avstraliya, bir də Şərqi Avstraliya. Buradakı adı nə dedik? Mərkəzi ovalıq adlandırılır. Mərkəzi ovalıq amma adından fərqli olaraq Avstraliya Şərq regionuna aid olacaq. Təqdir bunu Mərkəzi Avstraliya aid etməyəcək. Deməli, adı Mərkəzi ovalıqdır, amma Avstraliyanın şərq hissəsində yerləşir. Bir də Şimali Amerika keçidində demişik, burada nə var idi? Mərkəzi düzənliklər var idi. Mərkəzi düzənlik Şimali Amerikada yerləşən düzənlik sayılacaqdır. Mərkəzi ovalıq isə Avstraliyada yerləşən ovalıqdır və Avstraliyanın region olaraq şərq regionuna aid olacaqdır. Sonra nə qaldı burada? Bir də ovalıqlardan bunu demədik, Nullarbor düzənliyi var. Nullarbor düzənliyi də cənubunda yerləşən bir ovalıq sayılır. Bu da Böyük Avstraliya körfəzinin sahilində yerləşir. Böyük Avstraliya körfəzi. Böyük Suarcı dağlarında dedik, bu şərqində yerləşən əsas relief vahididir. Böyük Suarcı dağları, Kosciuszko zirvəsi bunun ən hündür zirvəsi olacaqdır. Buradan da mərkəzi ovalıq dedik, mərkəzi ovalıqdan da Murray və Darling çayları gəlib həmin o mərkəzi ovalıqdan axır. İndi keçirik Antarktidaya. Antarktida materiki bilirik ki, bu hissədə Cənub yarımkürəsində, Cənub qütbünün ətrafında yerləşən materik olacaqdır. Sahə baxımından ən kiçik materik bayaqlarından deməli Avstraliya materik olacaqdır. Çox adam Antarktida deyil. Dünyanın ən kiçik materiki Avstraliyadır. Ondan sonra gələcəkdir Antarktida materiki. Bura bilir ki, əsasən nə ilə örtülüdür? Buzlaqla örtülüdür və buzlaqların da altında yenə də burada dağlar və düzənliklər də olacaqdır. Bu hissə hal-hazırda buzlaqlarla örtülü olsa da qədimdə bu
qeyd etmişdim ki, yadınızdadsa, qədimdə bura zəngin meşə örtüyü də olubdur və nəticədə buzlaqların altında burada xeyli daş kömür hövzəsinə rast gəlinir. Yəni əslində faydalı qazıntı baxımından Antarktidada xeyli zəngin bir ölkə, xeyli zəngin bir materik sayılır, amma buzlaqların altında olduğuna görə biz bunu hal-hazırdakı dövrdə o qədər də yaxşı mənimsəyə, yaxşı çıxara bilmirik həmin o faydalı qazıntıları. Dünyada ən böyük su ehtiyatı, şirin su ehtiyatı 80% ilə məhz Antarktidada yerləşəcəkdir. Dünyada olan suların cəmi 3% içməli sudur və 3% içməli suyunun böyük bir hissəsi, yəni 80% təkcə Antarktidada yerləşəcəkdir. Yəni bu da donmuş haldadır, əlbəttə ki, buzlaqlardan ibarət olacaqdır. Sonra burada Antarktidanı yenə iki hissəyə böləcək. Bunu necə bölürük? Qərbi, bir də şərqi olmaqla iki hissəyə böləcək. Bu testlərdə düşəndə ən asan yolla yadda saxlamalısınız ki, demək olar ki, nə varsa, nə öyrənəcəksə, hamısını aid edəcəksiniz qərb tərəfinə. Şərqində demək olar ki, xüsusi olaraq bir D forması yoxdur. Baxırıq ki, şərqində demək olar ki, heç nə yazılmırdır, amma qərbi Antarktidaya nələr qeyd olunubdur? Burada dağlar olacaqdır. Transantarktida dağı keçmişik yadınızdadsa. Neçə idi ən hündür zirvəsi? 5140, bəli, Vinson masivi idi. Buradan digər adı Elsuert dağı da deyə bilərik. Vinson masivi 5140, Elsuert dağını deyə bilərik. Bu hansı dağın davamı hesab edilir? Bu hissədən baxırıq, Ant dağları gəlir, bu hissədə suyun altından keçir və gəlir burada Antarktida yarımadası vasitəsilə daxil olur Antarktida materikinə. Yəni, Transantarktida dağıdır, Vinson masividir, 5140 metrlər, Elsuert dağıdır. Hamısı qərb tərəfində olacaqdır Antarktidanın. Bir də dünyanın ən dərin çökəliyi biz həmişə deyirik hansıdır? Ölü dənizdir, Kuxor çökəliyidir, -402 metrlər. Amma biz burada baxacağıq ki, Bentley çökəliyi də var ki, bu daha dərindir, 2555 metr dərinliyə malikdir. Amma biz dünya ən dərin çökəliyi hansıdır sualına hər zaman ölü dəniz cavabını veririk, -402 metrlər. Bunun səbəbi nədir? Çünki bu hal-hazırda üzəri buzlaqlarla örtülüdür deyə, yəni içərisində sular dolubdur o çökəliyi və buzla örtülüdür deyə biz bunu dünyanın ən dərin çökəliyi adlandıra bilmərik. Burada eyni zamanda fəaliyyətdə olan vulkanlar var idi. 2 dənə vulkan var idi. Erebus idi. Birinin də adı nədir? Terror vulkanıdır. Bunun adı burada yazılıb, amma vulkanlar olan prospektlər mövcuddur. Yəni gördünüz ki, qərbində hər şey demək olar ki, nə ki Reyli forması, ən dərin çökəliyi, ən hündür zirvə, dağlar, vulkanlar nə varsa hamısı Kordilyerin qərb hissəsinə aid edəcək. Şərqində isə sadəcə deyil ki, səthi hamar olan düzənliklərdən ibarət olacaq. Yəni qədim çöküntülərlə burada zəngindir, bir də platolar var. Burada Sovet və qütb platoları yerləşir. Eyni zamanda Şəhzədə Çarlız dağları olacaqdır. Bir də bunun ucqar nöqtəsi bu kitabınızda yoxdur. Bunu yazın buraya. Ucqar nöqtəsi bu cənubda yerləşdiyinə görə cəmi bir dənə ucqar nöqtəsi olacaqdır. Burada hara gedirsən get, bir dənə istiqamət var. O da şimal tərəfədir. Yəni bunun cənubu, şərqi, qərbi olmayacaq. Bunun ucqar nöqtəsi bir dənə olur. O da Sifre burnu olacaqdır. Sifre burnu. Bu da yerləşir elə Antarktida yarımadasında. Sifre burnu. Şifrə sözünü yadda saxlaya bilərsiniz. Bir dənə s-ni dəyişirsiniz, bir də sondakı ə hərfini. Antarktidanı da qeyd etdik.